Salam əziz insanlar. Əgər şəxsi və mənəvi inkişaf yolunda bütün öyrədilənləri bir cümlə ilə söyləmək olsaydı, yəqin ki, o bu cür səslənərdi. Daxili dünyanda olanlar xarici dünyandadır və tələsən, səbirsiz beynin dərhal bəhanələr gətirməmiş, mən bir neçə misalın nümunəsində bunun izahını vermək istəyirəm. Yəni, söhbət ondan gedir ki, sənin daxilində nə varsa, yəni fikir olsun, hisslər olsun, onlar inkişaf etdikcə, onlar böyüdükcə maddi dünyanda, yəni zahiri dünyanda başlayır dəyişməyə və adi bir şeylər olsun, nəyə ki biz bu reallıqda nail oluruq. İlk öncə fikir və ideya yaranır, daha sonra o maddiləşir. İlk öncə bir istək olur, ondan sonra da ona qarşı, ona tərəf biz reallıqda başlayırıq addımlar atmağa təbii ki. Yəni, ilk öncə bunun bir incə aləm tərəfi var, bir mənəvi tərəfi var. Hansı belə daxildən doğur. Bunu deməkdir. Və əlbəttə insanların ən çox sevdiyi bəhanələr gətirməkdir. Müxtəlif başqa birilərini misal gətirərək, öz düşündüklərini söyləyərək, yəni öz daxilindəkilər olaraq onların üstünə qoyub, düşünmək ki, bax, onlar səhv yol gedirlər, onlar doğru deyirlər və öz kiçik hardasa beyinlərindən bütün o prosesi başa düşməyə çalışırlar ki, niyə bax onda belədir, niyə bax bu birisində belədir, niyə bax onda belədir, məndə isə belə deyil sanki. Yəni, daimi olaraq o ədalətsizlik axtarışları, haqsızlıq axtarışları, hətta mənəvi yol gedənlərdə belə bəzən rastlaşırsan bununla, çünki onlar daimi olaraq əksəriyyəti, kimlərisə qınayırlar, kimlərisə yanlış olduğunu söyləyirlər, səhv yolda olduğunu söyləyirlər, cəhənnəmə göndərirlər onları. Daimi olaraq bax bu prizmadan keçirilir və sən baxırsan onlara, onlar başdan ayağa negativlik yağır onlardan. Onlara yaxın durmaq istəmirsən ki, o boş olmay, əgər budursa mənəvi yol, əgər budursa din, haqq yolu falan, mən ora qatılmaq istəmirəm. Ona görə də elə bir şeylərdən insanlar qaçırlar. Ateizmə, deizmə və s. kimi bir şeylərə gedirlər. Deyirlər, ondan sonra gedim mən yoga ilə məşğul olum, mən meditasiya edeyim, daha faydalıdır. Nəinki belə özümü aparmaq. Amma yəni əsl inanc o deyil və elə bu videoda mən onun da misallarını gətirəcəm. Baxın, mən gün ərzində işimlə bağlı onlarla insanla qarşılaşıram və onlardan daimi olaraq eşitdiklərim elə çox vaxtı narazılıqdır, şikayətdir və s. kimi bir şeylərdir. Elə dünənləri məsələn bir qadın 50 manat itirmişdi. Götürmüşdülərmi, düşmüşdümü hardasa, nəysə. Onun danışdıqları ancaq şikayət idi. Bax, yəni daha çox bunun əziyyətini çəkirdi də. Görürdün ki, fikrini çəkir, danışır, deyinir. Bax, orada itdi, 100% filan kəs götürdü, orada 2 nəfər var idi, yoxsa mən dəli deyiləm ki, bunu belə eləməyəm. Yəni, müşahidə etdiyin, əlbəttə, başa düşürsən, yəni insanın ağrısını, təbii ki də bu aydın məsələdir ki, orada bir zəhmət var, o pulda onun hansısa bir nəyəsə xərclənmək istəyi var idi və s. və ilahir. Bunu bir insan olaraq sən başa düşürsən. Amma eyni anda da anlayırsan ki, əgər sən başlasan buna dəstək olmağa ki, sanki bu haqlıdır, sən özün öz prinsiplərinə və dəyərlərinə qarşı çıxmış olursan. Çünki nəyə dəstək olursansa, o da artır. Baxın, bir tərəfdən insan düşünür ki, ona qarşı sanki ədalətsizlik və haqsızlıq edildi. Yəni, itki baş verdi, ya da kimlərsə götürüldü və s. və ilahir. Bu prizmadan yanaşanda sən
dünyanın ədalətsiz, səhv olduğunu, burada baş verənlərin hər bir şeyin yanlış sanki olduğunu, təsadüfən olduğunu dəstəkləyirsən, yəni bu kimi yanaşaraq da şikayətlənərək, eləyərək, narazılığını bildirərək. Ondan savayı bu heç nəyə dəyişmir. Yəni daha da özünə pis eləyirsən də, stres çəkirsən, fikrini çəkirsən. Yəni bu yaxşı bir şey deyil və heç nəyə dəyişmir. Heç bir şey əldə etmirsən bununla. Daha da başqalarına da öz problemini tökürsən, yəni orada bir cavab yoxdur. Amma başqa bir yanaşma var. Nə vaxt sən deyirsən ki, oldu da. Yəni artıq baş veribdir və təvəkkül Allaha bəlkə də belə məsləhət imiş. Və burada sən yəni öz zəhmətini inkar eləmirsən ya da şey eləmirsən ki, oldu da, yəni artıq olubdur. Bu başqa bir yanaşmadır da. Bu artıq anlayışlı yanaşmadır. Nə vaxt bundan sonra da sən başlayırsan artıq düşünməyə ki, bəlkə bu nəyinsə bədəlidir ödəyirəm. Bəlkə bu bir çıxacaqdır. Elə bəlkə yaxşısı o idi ki, elə pulla bunu ödədim. Pulları öz üstünə götürdü. Çünki pullar da mənim bir parçamdır. Və pullar olsun, maddi bir şeylər olsun, ev olsun və s. Bədənin özü olsun, çox vaxt xəstəlik gəlir elə bədənə. Onlar hamısı bizim davamımızdır da, yəni bizə aid olan bir şeylərdir. Və onlar da tez-tez xarab olduğu zaman, onların başına tez-tez nələrsə gəldiyi zaman, itirdiyimiz zaman, xərclər çıxdığı zaman, yəni cərmələr və s. kimi bir şeylər, onlar hamısı sanki öz üstünə götürürlər, bəlkə də daha betər bir şeyləri. Və nə vaxt sən bu prizmadan baxırsan, yanaşırsan, artıq bu bir həm pozitiv düşüncədir, həm artıq narahat olmursan, güvəndəsən, həm də başa düşürsən ki, bir təsadüf deyil, bunun mütləqi şəkildə bir səbəbi var. Başlayırsan səbəbini araşdırmağa. Bu daha şuurlu bir yanaşmadır öz reallığına. Bəlkə də həmən insan dünənləri kimisə haqqını kəsibdir. Bəlkə də dünən və ondan öncə nələrsə eləyibdir ki, bu da onun başına gəlibdir. Bax, nə vaxt sən də kənardan bunu bu kimin qiymətləndirəndə artıq bu dünyada ədalətsizliyi axtarmağa çalışmırsan. Artıq öz qiymətləndirici bir baxış bucağından sanki bu düzdür, bu səhvdir, bu belə olmalıydı, bu belə olmalı deyildi prizmasından yanaşmırsan. Sən dərk edirsən və başa düşürsən ki, var daha yüksək şuurlu bir beyin, hansının kontrolu altındadır bütün bunlar hamısı və o tarazlayır, o düzəldir. Nə vaxt daxilində bu güvən var, səni artıq narahat eləmir hansısa bir binaların durduq yerdə dağılması, hansısa bir samolyotun partlaması hardasa. Nə vaxt sən başa düşürsən ki, bu sənin üstünə düşən bir məsuliyyət deyil. Sənin üstünə düşən məsuliyyət, bax bu bədəndir, bax bu sənin bu reallığındır, bax sənin bu həyatındır, hansılarına sən cavab deyilsən. Amma insanların əksəriyyəti həyatda baş vermiş hansısa güya onların baxış bucağına görə ədalətsiz bir şeylərin arxasında öz məsuliyyətlərini gizlətməyə çalışırlar. Şikayətlənərək, deyinərək, sanki bax burada və elə videonu başladığım cümləyə qayıdıram. Daxildə nədirsə, xaricdə də odur. Yəni bu dünya sənin sanki daxilinə əks etdirir. Əgər sən düşünürsənsə daxilən ki, burada ancaq problemlər var, həyat çətindir, burada bax ədalətsizliklər var, bax oğrular var, bax filankəsi atdı, plus da izləyirsən belə kimi bir şeyləri, çünki reallıq sənə başlayır bunu təsdiqləməyə, çünki aynandır sənin, güzgündür. Sən deyirsən ki, belədir, belə yanaşırsan, o da sənə bunu göstərir. Güvənsiz yanaşırsan, o da sənə bunu göstərir. Ədalətsizdir dünya, o da sənə bunu göstərir. İnsanlar yalandır, yaxşılıq başa düşmürlər, o da sənə bunu göstərir ki, bəli, bax budur, sənin içindəki budur da, nə gözləyirsən başqa? Və bu şəxsi inkişaf yolu, mənəvi inkişaf yolu səni öyrədir öz daxilindəki bir şeylərlə işləməyə. Nə vaxt orada qurğu, proqram, stereotiplər, inanclar var, hansılarından xilas olaraq təmizlənərək sənin həyata qarşı yanaşman dəyişir. Sənin həyata qarşı yanaşman dəyişir, sənin reallığın başlayır dəyişməyə.
tamam fərqli bir yanaşma göstərirsən, əməllərini dəyişirsən, tamam başqa bir reallığı da sən görürsən. Amma insanların əksəriyyəti çox vaxt o nəticədən yapışırlar, da o baş vermiş bir hadisədən yapışırlar və başa düşmürlər ki, bu bir geri dönüş idi sənin dünənki davranış və əməllərinə. Və onun, məsələn də o misalda gətirdiyim qadının bugünkü yanaşması nə idi? Ancaq qınaq, ancaq narazılıq, bunu götürənə belə-belə olsun, yəni qarğış tökmək. Bu nədir? Bu yaxşı bir əməldirmi? Yaxşı bir hərəkətdirmi? Təşəkkür yerinə, məsələn də təşəkkür edirəm, bu nəyinsə bədəli idi bəlkə də, bununla çıxdı, çıxacaq. Şükür yerinə ki, salamatçılıqdır, bununla qutardıq. Bu yanaşma pozitiv düşüncədir. Digər yanaşma isə amma stres faktoru, narazılıq, narahatçılıq, qorxu, sanki məhv oldum tipa belə bir yanaşma. Nə vaxt sən onunlasan, sən elə şeylərdən qorxmursan. Budur əsl güvən, əsl inanc. İnancdan öncə güvən gəlir. Vera, doverие, güvən. Və mənəvi yolu gedən insanların əksəriyyətində o güvən yoxdur. Çünki onlar daimi olaraq savaşırlar bu dünya ilə, mental olaraq. Daimi olaraq kimlərisə qəbul etmirlər, kimlərisə bəyənmirlər. Onlar bax, haram işlədir, onlar bax, günahkardırlar, onlar bax, cavab daşıyacaqlar. Daimi olaraq yaradıcını özləri kimin qısqanc, qəzəbli, belə negativ birisinə çevirirlər. Sanki o buludlarda oturan bir babadır və sənin hər saniyə, hər dəqiqən dalınca izləyir ki, görəsən sən nə törətdin və ne day box nəsə bir səhvlik eləyəsən, dərhal cəhənnəmə. Ne day box bunu gündə 5 dəfə yox, 3 dəfə elədim, sayılmır. Bunu elədinsə, o birisi sayılmır, bu birisini elədinsə. Sanki bir elə ancaq cəzalandırmaq, ancaq məhv eləmək bir niyyəti var yaradıcının səni. Elə özləri kimin yanı tanıdırlar və insanlara bu xoş deyil, onlara bir yük olur sanki bu. Onlar qorxurlar, o qorxu ilə sanki yeritməyə çalışırlar ki, sən bunu eləməlisən. Bəs sevgi? Əksəriyyəti bizə sevgini öyrətmirlər, nə də ki, göstərmirlər. Baxsanız, insanlara onlar deyirlər, hə şükür, amma bax o ammadan sonra gələn bir şeylər əsl o daxillərindən çıxan bir şeylərdir. Və onu da dünya göstərir. Çünki əsası o daxilindəkidir. Şükür, hə, sən tipa etiketi və ya mədəni özünü göstərmək üçün şükür, amma nədir o sənin daxilində? Çox insan maska taxır, yaşayır. Daxilində başqa bir proseslər gedir. Reallıqda gülümsüyür, özünü güya ki, hər şey yaxşıdır, güya bu mənə toxunmadı və ya nə bilim, nələrinsə xətrinə, maddi bir şeylərin xətrinə. Amma bu yalandır və bu saxtakarlıqdır özünə qarşı. Ona görə də dünya sənə eyni bir şeyləri göndərir ki, bəlkə başqa cür özünü aparasan. Yəni, yekunda onu demək istəyirəm ki, dəyişikliklər baş verməsə, hadisələrə qarşı, nəticələrə qarşı olan reaksiyan, yanaşman, əməllərin, onlar dəyişməsə, heç nə dəyişməyəcək, yəni təkrarlanacaq. Bax, bu çox önəmli faktordur, bu çox önəmli bir şeydir, hansını bu sabah çatdırmaq istəyirdim, belə bir fikirlər gəldi və ümid edirəm bu video doğru zamanda, doğru ünvanlara çatacaq və hər hansısa bir sualınız varsa bununla bağlı böyük məmnuniyyətlə onları cavablayaram. Çünki bu elə bir şeydir ki, bunu ancaq özündən keçirdərək dərk eləyə bilərsən. Tətbiq edirsən, özündən keçirdirsən və müşahidə edirsən öz reallığını. Görürsən ki, çalışır. Çünki həqiqətin yalandan bir əsas fərqi var, o da odur ki, həqiqət çalışır və onu sən yaradırsan. Sənin düşüncələrin, sənin hisslərin ancaq inkişaf yolunda, ancaq cahillik pilləsindən çıxaraq sənin seçimlərin arta bilər və o seçimlərdən istifadə edərək sən həyatını dəyişə bilərsən. Yoxsa əks halda hansısa bir müəyyən bir çərçivədir, hansı qurğular, stereotip inanclardan ibarətdir və o çərçivədən kənar çıxa bilmirsən. Qısası,
Əziz insanlar, bu videonun məqsədi və bu videoda çatdırmaq istədiklərim öz bağının bağbanı ol, öz bağının səliqəliyinə fikir ver. Nə vaxta qədər ki, sən öz bildiyinə əsasən başqa bir bağlara baxasan, onları müzakirə eləyəsən, sanki onların başına birdən-birə bu şeylər düşübdür, sanki onlara haqq yerə verilmir belə kimi bir şeylər, sən anlamırsan ki, bəlkə bu onların sınağıdır, bəlkə bu onların nailiyyətidir və sən ən önəmlisi öz diqqətini öz bağından kənara çəkirsən və burada bir nəticələr baş vermir. Orada bir nəticələr daha da başlayır artmağa. Çünki nəyə dəstək olursansa o da artır və diqqətin hardadırsa, enerjin də oradadır. Enerjin hardadırsa, nəticə də oradadır. Bax, bu gözəl cümlə ilə bu videonu bitirmək istəyərdim. Bu odur, nəyi mən öz şəxsi inkişaf yolumda öyrənmişəm və hansı yavaş-yavaş keçibdir bu mənəvi inkişaf yoluna da, yüksəliş yoluna da. Və ümid edirəm bu video sizin üçün də faydalı oldu. Hər bir halda o niyyətlə çəkilibdir. Belə, bu sabah gələn fikirlər bu idi. Təşəkkür edirəm izlədiyiniz üçün. Salamat qalasınız, özünüzə yaxşı baxın. Özünüzə.